Salam əziz abituriyentlər, əziz dinləyicilər. Bugünkü mövzumuz həmcins üzvlər, həmcins üzvlərdə ümumiləşdirici sözlər və ixtisarlar haqqındadır. Biz bugün bu mövzunu öyrənəcəyik. Həmcins üzv nədir? Bax, adından deyirik, həmcins yəni eyni. Deməli, bir sözün həmcins olması üçün, yəni həmcins üzvlər necə olmalıdır ki, biz onları həmcins üzv hesab edək? Bir neçə şərti var. İlk növbədə həmcins üzvlər eyni suala cavab verməli. Eyni suala cavab verməli. Eyni cümlə üzvü olmalı. Eyni cümlə üzvü olmalı. Və eyni cümlə üzvü ilə nə etməlidir? Əlaqələnməlidir. Eyni cümlə üzvü ilə əlaqələnməlidir. Deməli, həmcins üzvlər nədir? Cümlə daxilində işlənən, eyni suala cavab verən, eyni cümlə üzvü olan və eyni cümlə üzvü ilə əlaqələnən söz və yaxud da söz birləşmələri adlanır? Həmcins üzvlər adlanır. Həmcins üzvlər həm tabesizlik bağlayıcıları ilə bağlana bilər, həm də sadalama intonasiyası ilə bağlana bilər. Məsələn, nümunə olaraq qeyd edək. Deyirəm ki, o gah yorulur, gah da işləyirdi. İşləyirdi kim? O. Yorulurdu kim? O. Bax, bunlar həmcinsdirmi? Necə yoxlayırıq həmcinsi? Yorulurdu. Nə edir? İşləyir. Yenə də nə edir? Nə etdi? Eyni suala cavab verdi. Hər ikisi xəbərdir. Və yorulur kim? O. İşləyirdi kim? O. Eyni cümlə üzvü ilə əlaqələndi. Eyni suala cavab verdi. Eyni cümlə üzvü oldu. Biz bunları nə adlandırırıq? Həmcins üzvlər. Həmcins üzvlər qeyd etdik ki, həm tabesizlik bağlayıcılarla bağlana bilər, həm də intonasiya ilə bağlana bilər. Bax, burada həmcins üzvlər nə edib? Gah da tabesizlik bağlayıcısı ilə bağlanıb. Deməli, burada həmcins üzvlər bağlayıcının köməyi ilə bağlanmışdır. Və ya qeyd edirik ki, deməli, çiçəklər bülbüllər yazın gəlişinə sevinirdi. Sevinirdi. Nə? Çiçəklər, nə? Bülbüllər. Hər ikisi mübtədadır. Hər ikisi nə sualına cavab verir? Nə sualına cavab verir? Sevinirdi, bülbüllər sevinirdi. Çiçəklər sevinirdi. Hər ikisi eyni xəbərdən, eyni cümlə üzvü ilə əlaqələndi. Bunlar da həmcins üzvlər hesab olunur. Həmcins mübtədalar hesab olunur. Burada isə intonasiyanın köməyi ilə bağlanmışdır. Bax, çiçəklər, bülbüllər heç bir bağlayıcının köməyi olmadan bağlanıb. Bunlar bağlayıcının köməyi olmadan bağlanan, intonasiya ilə bağlanan həmcins üzvlərdir. Bütün cümlə üzvləri həmcins ola bilir. Bütün cümlə üzvləri nə edə bilir? Həmcins ola bilir. Bax, yazdığımız nümunəyə baxsaq, birinci nümunəmizdə yorulur, işləyirdi, həmcins xəbərlərdir. İkinci nümunəmizdə çiçəklər, bülbüllər həmcins mübtədalardır. Digər cümlə üzvlərinə aid də nümunələr qeyd edək. Məsələn, deyirik ki, biz dostu da düşməni də tanımalıyıq. Tanımalıyıq kim? Biz. Kimi? Dostu. Kimi? Düşməni. Burada həmcins üzvlərimiz hansıdır? Dostu, düşməni. Hər biri nə hansı suala cavab verdi? Kimi sualına cavab verdi? Hər biri tamamlıqdır. Hər biri dostu tanımalıyıq, düşməni tanımalıyıq. Eyni xəbərlə sintaktik əlaqəyə girdi, əlaqələndi. Deməli, bunlar həmcins tamamlıqlardır. Daha sonra
Deməli, biz kənddə də, şəhərdə də qəsəbədə də səni axtardıq. Axtardıq kim? Biz. Kimi? Səni. Harada? Kənddə. Harada? Şəhərdə. Harada? Qəsəbədə. Fikir versək, kənddə, qəsəbədə, şəhərdə hər biri harada sualına cavab verdi, hər biri zərflikdir. Hər biri axtardıq xəbərlə əlaqələnib. Kənddə axtardıq, qəsəbədə axtardıq, şəhərdə axtardıq. Deməli, burada həmcins nə işlənib? Zərfliklər işlənib. Həmcins təyinlərə də aid nümunə yazaq. Məsələn, deyirik ki, yazda bağçamızda da sarı, ağ, qırmızı güllər açır. Açır nə? Güllər. Harada? Bağçamızda. Necə güllər? Sarı güllər, ağ güllər, bir də qırmızı güllər. Diqqət etsək, hər biri necə sarı, necə ağ, necə qırmızı, hər biri nə etdi? Eyni suala cavab verdi. Hər biri təyindir. Sarı güllər, güllər mübtədasına aiddir. Ağ güllər, yenə də güllər mübtədasına aiddir. Qırmızı güllər, yenə də nə etdi? Güllər mübtədasına aid oldu. Bax, eyni üzvlə əlaqələnməlidir. Biz bunlar nə sayırıq? Həmcins təyinlər sayırıq. Daha sonra təyinlər içərisində elə təyinlər var ki, ümumiyyətlə, təyinlər digər həmcins üzvlərdən fərqli olaraq nə edir? Qeyri-həmcinsli ola bilir. Təyinlər digər cümlə üzvlərindən fərqli olaraq qeyri-həmcinsli ola bilir. Məsələn, belə bir nümunə yazıram. Deməli, bu uzun saçlı, bu uzun saçlı qız qonşumuzdur. Qonşumuzdur. Kim? Qız. Hansı qız? Uzun saçlı. Hansı uzun saçlı? Bu uzun saçlı. Bax, diqqət edək, burada da təyinlər var. Amma həmcins yox, qeyri-həmcins təyinlərdir. Bir sözlə, həmcinslik sadalama intonasiyası ilə yaranır. İntonasiya kömək ilə yaranır. Amma burada gördüyümüz kimi bu uzun saçlı qız qonşumuzdur. Burada xüsusi intonasiya yoxdur. Ümumiyyətlə, vergül yoxdur burada. Həmcins üzvlər o zaman olur ki, məsələn, uzun saçlı qız mübtədasına aiddir. Amma bu qız, burada bu uzun saçlı. Bax, buna aiddir. Ona görə bunlar həmcins deyil, ayrı üzvlərə aiddir. Daha sonra bir də nəyə diqqət etməliyik? Belə bir nümunə yazaq. Məsələn, deyirəm ki, sarı köynək ağ şalvar ona yaraşırdı. Ona yaraşırdı. Yaraşırdı nə? Şalvar. Sonra nə? Köynək. Necə köynək? Sarı köynək. Necə şalvar? Ağ şalvar. Bax, diqqət etsək, sarı təyini köynək mübtədasına aiddir.
Ağ təyini şalvar mübtədasına aiddir. Burada həmciz təyin deyə bilmərik. Bax, həmciz təyin bax digər cümlədədir. Sarı, qırmızı, ağ hər biri nəyə aiddir? Güllər mübtədasına aiddir. Amma sarı köynək ayrı mübtədaya aiddir. Ağ şalvar başqa bir cümlə üzvünə aiddir. Baxmayaraq ki, hər biri təyindir. Hər biri eyni olacağı verir, amma eyni cümlə üzvü ilə əlaqələnmir. Buna görə biz bunları nə etmirik? Həmciz üzvlər hesab etmirik. Sonra bəzən cümlədə belə bir halla rastlaşırıq. Deyirəm ki, mən də bilirəm, o da. Bax, belə bir halla rastlaşırıq bəzən cümlələrdə. Bilirəm ki, mən. Burada o da. O mübtədadır, amma xəbərimiz yoxdur. Biz bu cümləni həmciz mübtədalı, həmciz xəbərli cümlə hesab edə bilmərik. Çünki burada ixtisar var. Mən də bilirəm, o da bilir. Burada nə baş verib? İxtisar baş verib, elədir. Deməli, bu həmciz deyil. Mən də bilirəm, o da bilir. Bilir o, bilirəm mən. Nə etdi? Ayrı-ayrı üzvlərlə əlaqələndi. Buna görə də bunları nə etmirik? Həmciz üzvlər hesab etmirik. Daha sonra danışaq həmciz üzvlərdə ümumiləşdirici sözlərdən. Ümumiyyətlə, ümumiləşdirici söz nədir? Cümlə daxilində hansı məqsədlə istifadə olunur? Ümumiləşdirici söz həmciz üzvlərinin hər birinə aid olub, onları mənasını ümumiləşdirir. Bunlar adlanır ümumiləşdirici sözlər. Bir nümunə ilə qeyd edək. Aha. Deməli, ümumiləşdirici söz həmciz sözlərin hər birinə aid olub, qeyd etdiyimiz kimi onların mənasını nə edir? Ümumiləşdirən söz və yaxud da söz birləşmələri ilə ifadə olan sözlərə deyilir. Ümumiləşdirici söz deməli, məsələn, nümunə olaraq qeyd edək. Deyirəm, o hər yeri Gəncəni, Bakını, Qazaxı, yaxşı tanıyırdı. Ümumiləşdirici söz diqqətli oluruq. Nəyə aid olur? Həmciz sözlərin hər birinə aid olur. Deməli, ümumiləşdirici sözün işləndiyi cümlədə nə olmalıdır? Həmciz sözlər olmalıdır və onlara aid olub onları ümumiləşdirən bir söz varsa, buna biz deyirik ümumiləşdirici söz. Bax, bu nümunədə nə görürük? Tanıyırdı kim? O. Haranı? Gəncəni. Haranı tanıyırdı? Bakını tanıyırdı. Haranı tanıyırdı? Qazaxı tanıyırdı. Bunların hər biri nədir? Həmciz tamamlıqlardır. Sonra haranı? Hər yeri. Hər yeri nədir? Ümumiləşdirici sözdür hər yeri. Deməli, həmciz sözlərin hər birinə aid olub, onların mənasını ümumiləşdirən söz nədir? Ümumiləşdirici sözdür. Ümumiləşdirici söz həmciz sözlərdən əvvəl də işlənə bilər, həmciz sözlərdən sonra da işlənə bilər. Bax, bu nümunədə ümumiləşdirici söz harada gəlib? Bax, həmciz sözlər işlənib Gəncəni, Bakını, Qazaxı. Ümumiləşdirici söz nə edib? Həmciz sözlərdən əvvəl gəlib, birinci gəlib. Bu zaman həmciz sözlərdən sonra qoşa nöqtə qoyulur. Bəzən elə olur ki, ümumiləşdirici söz həmciz sözlərdən sonra işlənir. Nümunə olaraq qeyd edim. Məsələn, deyirəm ki, deməli, dosta da düşmənə də heç kimə etibar yoxdur. Heç kimə etibar yoxdur. Və burada ümumiləşdirici söz hansıdır? Həmciz sözləri tapaq. Yoxdur nə? Etibar. Kimə? Dosta. Kimə? Düşmənə. Həmciz tamamlıqlar işlənib. Kimə? Heç kimə. Bu heç kim nədir burada? Həmciz tamamlıqların hər birinə aid olub, onları ümumiləşdirən söz. Ümumiləşdirici söz. Heç kim. Bu zaman ümumiləşdirici söz həmciz sözlərdən sonra işləndi. Onları ümumiləşdirdi. Onların mənasını. Bu zaman həmciz sözlərdən sonra, yəni
ümumiləşdirici sözdən əvvəl nə edəcəyik? Tirədən istifadə edəcəyik. Bax, bir daha diqqətli oluq. Deməli, ümumiləşdirici söz həmcins üzvlərdən həm əvvəl işlənə bilər, həm də sonra işlənə bilər. Əvvəl işləndiyi halda ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoyuruq, həmcins üzvlər və s. Əgər həmcins üzvlər işlənir, daha sonra ümumiləşdirici söz işlənirsə, bu zaman ondan əvvəl tirə işarəsindən istifadə olunur. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl işləndikdə, bəzən ondan sonra, yəni məsələn, bağlayıcıdan istifadə olunur. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl işləndikdə. Məsələn, deyirik ki, deməli, bizim qonşular, yəni Leyla, Səadət və Şəhla çox mehribandılar. Mehribandırlar. Kim? Mehribandırlar kim? Şəhla, kim? Səadət, kim? Leyla. Bunlar nədir? Həmcins üzvlərdir. Bunların hər birinə aid olan nədir? Bizim qonşular. Kim mehribandır? Bizim qonşular. Bu da mübtədadır. Burada yəni bağlayıcısı nə edib? Həmcins üzvlərdən əvvəl işlənir. Yəni ümumiləşdirici sözdən sonra işlənir. Və bu zaman yəni bağlayıcısından əvvəl vergül işarəsi qoyulur. Daha sonra isə qoşa nöqtə işarəsi qoyulur. Bax, burada qoşa nöqtə işarəsi, vergül işarəsi nəyin tələbi ilə qoyulur qoşa nöqtə? Sintaktik tələblə qoyulur. Yəni biz əgər cümlədən yəni çıxarsaq, bu zaman vergül də atılmış olacaq. Bizim qonşular qoşa nöqtə. Deməli, bu həmcins üzvlərdə ümumiləşdirici sözün tələbi ilə qoyulub. Yəni sintaktik tələblə qoyulmuş qoşa nöqtədir. Bunun yəni bağlayıcısı ilə əlaqəsi yoxdur. Bəzən elə olur ki, ümumiləşdirici söz həmcins üzvlərdən sonra işləndikdə, həmin ümumiləşdirici sözdən əvvəl də ümumiləşdirmə məzmunu bildirən ara sözlər işlənir. Və bu zaman ara sözdən əvvəl tiri, sonra vergül qoyulur. Məsələn, nümunə deyim. Deməli, Mehdi, Yusif, İbrahim, Zaur. Bir sözlə, burada yekunlaşdırıcı bir söz işlənir. A söz, bir sözlə Mehdi, Yusif, İbrahim, Zaur. Bir sözlə bütün uşaqlar sizi gözləyir. Gözləyir kim? Mehdi kim? Yusif kim? İbrahim kim? Zaur. Zaur gözləyir, Mehdi gözləyir, Yusif gözləyir, İbrahim gözləyir. Hər biri nə idi? Xəbərlə əlaqələndir. İbrahim, Mehdi, Yusif, Zaur. Bunların hər biri həmcins mübtədalardır. Və bəzən həmcins üzvlərdən sonra, yəni ümumiləşdirici sözdən əvvəl bir sözlə yekunlaşdırıcı sözü işlənir. Bu zaman yekunlaşdırıcı sözdən əvvəl tiri, sonra isə vergül işarəsi qoyulur. Burada da tiri nə ilə? Nəyin tələbi ilə qoyulub? Sintaktik tələblə qoyulub. Nəyə görə? Çünki yenə də biz bir sözlərini cümlədən çıxarsaq, bu zaman vergül atılacaq. Nə qalacaq? Tiri. Deməli, bir sözlərin tələbi ilə burada tiri qoyulmur. Tiri ilə sintaktik tələblə, yəni həmcins üzvlərdə sonra gələn ümumiləşdirici sözün tələbi ilə tiridən istifadə olunmuşdur. Bəzən cümlə elə işlənir ki, ümumiləşdirici söz həmcins üzvlərdən həm əvvəl, həm də sonra işlənə bilər. Məsələn, deyirəm ki, hamı
Hicran, Fatimə, Aysil və Arzu. Tibbin tələbələri sevincli idi. Bax, sevincli idi. Kim? Hicran, kim? Fatimə, kim? Aysil, kim? Arzu. Bunlar hər biri həmciz mübtədalardır. Həmciz mübtədalardan əvvəl işlənən ümumiləşdirici bir söz var. Hamı. Ümumiləşdirici söz həmciz cümlədən əvvəl gəldikdə nə edirik? Ondan sonra qoşa nöqtə qoyuruq. Qoşa nöqtə. Həm də tibbin tələbələri. Orada da nədir? Tibbin tələbələri ümumiləşdirici sözdür. Burada isə ümumiləşdirici söz həmciz cümlədən sonra işlənmişdir və bu zaman ondan əvvəl tirə işarəsindən istifadə olunmuşdur. İndi isə danışaq həmciz sözlərdə ixtisarlardan. Bəzən həmciz sözlərdə nitqi yormamaq məqsədi ilə, yəni dəfələrlə təkrarlığa yol verilmək üçün biz həmciz sözlərdə işlənən təkrar şəkilçiləri bir sözdən çox işlətmirik. Yəni orada sonuncuda saxlanılmaqla biz həmin şəkilçiləri ixtisar edirik. Məsələn, deyirik ki, o deməli, deməli, arzu və isteklərini reallaşdırdı. Kim? O, nəyi? Arzusunu, isteklərini. Həmciz tamamlıqlar işlənir və həmciz tamamlıqlarda şəkilçi ixtisar olunur. Bax, diqqətli oluruq. Şəkilçi ixtisar olunur, amma sonuncu sözdə saxlanılır. Bəzən həmciz sözlər verilir və deyir hansı sözün əsasında hansı şəkilçilərin ixtisar olunduğunu müəyyən etmək olar. Yadımızda saxlayırıq ki, həmciz sözlərdə ixtisar olunan şəkilçilər sonuncu sözdə saxlanılır. Həmcizlərdən ən sonuncuda. Burada iki həmciz var, arzu və isteklərini və şəkilçini rahatlıqla bərpa etməklə də müəyyəndir. Demək, o arzularını və isteklərini reallaşdırdı. Burada deməli, həm sonuncu söz əsasında da bunu müəyyən edirik. İsteklər, cəm, onun istekləri, mənsubiyyət və deməli, i təsirlik hal şəkilçisi işlənmişdir, ixtisar olunmuşdur. Bərpa edəndə də arzularına lar, cəm, mənsubiyyət, isə yenə də təsirlik halın şəkilçisi deməli nə etmişdir? Sözdə ixtisar olunmuşdur. Deməli, hansı şəkilçilər ixtisar oluna bilər? Bunlara diqqət edirik. Deməli, ixtisar oluna bilər, isə məxsus olan bütün qrammatik şəkilçilər demək olar ki, ixtisar oluna bilir. Hal, cəm, mənsubiyyət və şəxs sonluqları, xəbərli şəkilçiləri ixtisar oluna bilir və sonuncuda saxlanılmaqla. Qoşmalar ixtisar oluna bilər. Hissəciklər ixtisar oluna bilər. Onun, məsələn, nümunə yazıram. Onun dostu hərdən gəlir, ona baş çəkirdi. Diqqətli oluruq. Deməli, gəlir kim? Onun dostu. Baş çəkir kim? Onun dostu. Burada nə işlənib? Həmciz mübtədalı xəbərlər işlənib və həmciz xəbərlərdə fikir versək, onun dostu hərdən gəlirdi, ona baş çəkirdi. Sonuncu sözdə qalıbdı, amma burada nə olub? İdi hissəciyi işlənmişdir. Çünki gəl sözün köküdür, ir zamandır, di hissəcikdir.
Tek sözün köküdür, ir zamandır, di hissəcikdir. Deməli, burada nə edib? İdi hissəciyi ixtisar olunmuşdur. Qoşulmanın ixtisarına aid nümunə yazaq. Məsələn, deyirik ki, o xalqı və vətəni üçün hər şeyə hazır idi. Hazır idi kim? O, nə üçün? Xalqı üçün, vətəni üçün. Burada nə edib? Üçün qoşması ixtisar olunmuşdur. Daha sonra olmaq fiili də bəzən ixtisar oluna bilər. Məsələn, deyirəm ki, ağıllı və savadlı olmaq sənin vəzifəndir, borcundur. Sənin vəzifəndir. Nə? Ağıllı olmaq, nə? Savadlı olmaq. Burada nə etmişik? Olmaq fiilini ixtisar etmişik. Daha sonra nələr ixtisar oluna bilmir? Nələrə diqqət edirik? İxtisar oluna bilməyənlər. Deməli, ixtisar oluna bilmir, fiilə məxsus olan ixtisar oluna bilmir, fiilə məxsus olan mamə inkar şəkilçisi. Məsələn, deyə bilmərəm, o oxu və yazmırdı. O ya oxumurdu və yazmırdı. Hər bir halda nə etməliyik? Biz inkar şəkilçisini mütləq işlətməliyik. İnkar şəkilçisi ixtisar olunmur. İxtisar olunmur fiilin təsriflənən və təsriflənməyən formaları. Təsriflənən və təsriflənməyən bütün formalar nə edir? İxtisar olunmur. Məsələn, təsriflənməyən formalara deyirəm ki, oxuyanda, yazanda. Deyirəm ki, oxu və yazanda deməli, hamı sakit otururdu. Oxu və yazanda deyə bilmirəm. O oxuyanda və yazanda. Deməli, təsriflənməyən formalar nə edir? İxtisar olunmur. Fiili məxsus olan inkarlıq şəkilçisi ixtisar olunmur. Fiilin zaman şəkilçiləri deyə bilərəmmi? O oxu və yazırdı. Xeyr, o oxuyur və yazırdı. Nə etdi? Zaman şəkilçisi qaldı, ixtisar olunmadı. Amma idi hissəci ixtisar olundu. Oxuyurdu və yazırdı. Daha sonra şəkilçilərdən əlavə, bəzən deyəndə ümumiyyətlə cümlə üzvü olan xəbər də ixtisar oluna bilir. Məsələn, deyirəm ki, o da çalışır, mən də. Bax, diqqətli olaq, o da çalışır, mən də. İlk baxışdan baxanda elə biləcək ki, bir xəbər var, həmcinsdir. Bundan əvvəl də bu haqda danışdıq. Amma o da çalışır, mən də. Əgər həmcinsdirsə, mən çalışır olarmı? Əlbəttə xeyr. O da çalışır. Mən də çalışıram olmalıydı. Nə etdik burada? Xəbəri ixtisar etdik. Deməli, bəzən təkcə yalnız şəkilçilər ixtisar oluna bilər. Fikir yanlışdır. Çünki cümlə özü də ixtisar oluna bilir. Olmaq fiili ixtisar oluna bilir. Bütün qrammatik şəkilçilər ixtisar olunur, fikri yanlışdır. Çünki qeyd etdik ki, bəzi qrammatik şəkilçilər, fiilə məxsus olan qrammatik şəkilçilər nə etmir? İxtisar olunmur. Daha sonra nəyə diqqət etməliyik? İsmi birləşmənin təkrarlanan tərəfləri olur. İsmi birləşmədə təkrarlanan tərəflər, yəni həmcinslik üçün. İsmi birləşmədə təkrarlanan tərəflər baxır hansı tərəflərdir. Məsələn, deyirəm ki, Sevdanın və Əfruzun qələmi var idi. Bax, var idi nə? Sevdanın və Əfruzun qələmi. Biz Sevdanın, Əfruzun, biz bunları həmcinslik hesab etmirik. Həmcins üzvlük yaratması üçün
birləşmənin nə etməlidir? Əsas tərəfi sadalanmalıdır. Məsələn, deyirik ki, Sevdanın qələmi, dəftəri, çantası təzə idi. Təzə idi nə Sevdanın qələmi, nə dəftəri, nə çantası. Bax, biz artıq bunu həmciz saya bilərik. Söz birləşmənin əsas tərəfi sadalanır, həmcinslik yaradır. Amma aslı tərəf sadalandıqca, nə qədər sadalansa da həmcinslik yarada bilmir. Bax, bu məqamda da biz deyə bilməliyik ki, mübtəda ismi birləşmələrlə ifadə olunur. Burada Sevdanın qələmi ismi birləşmə ilə ifadə olunmuş mübtədada, amma dəftəri və çantası sadəcə nitq hissəsi ilə isimlə ifadə olunmuş mübtəda hesab olunur. Daha sonra həmcins üzvlər nə edir? Bir-biri ilə tabesizlik əlaqəsində olur. Bax, mübtədalar nə edir bir-birinə? Tabesizlik əlaqəsində olur. Amma deməli, həmcins üzvlərin tərəfləri isə, aid olduğu sözlər isə bir-birinə tabelik əlaqəsində olur. Məsələn, çantası təzə idi, uzlaşma əlaqəsi, dəftəri təzə idi, uzlaşma əlaqəsi, Sevdanın qələmi təzə idi. Yenə də nə etdi? Hər biri xəbərlə uzlaşma əlaqəsinə girdi, yəni tabelik əlaqəsinə girdi. Bəzən dilimizdə emosionallıq yaratmaq məqsədilə təkrarlar edilir. Həmin təkrarları biz həmcinsli sözlər adlandırırıq. Məsələn, deyirəm ki, oxumaq, oxumaq, yalnız oxumaq. Burada oxumaq, oxumaq, oxumaq təkrar olunsa da biz bunları həmcins hesab etmirik. Bəzən deyil yox sözləri də həmcins xəbər kimi çıxış edə bilirlər. Bu nə zaman baş verir? Bu zaman xəbəri deyil yox sözlərinin yerinə inkar kimi işlənir. Necə? Məsələn, deyirəm ki, bu konfet sənə yox, mənə verilib. Bax, diqqətli olaq. Sənə yox, mənə verilib. Burada da nə edib? Sənə deyil, sənə yox. Bu formada işlənib və bunlar arasında da nə işlənib? Həmcinslik işlənmişdir. Bugünkü dərsimiz bu qədər. Düşünürəm ki, bütün məsələlərə toxundum. İnşallah dərsim hər biriniz üçün faydalı olar. Videonu bəyənməyi, rəylərinizi yazmağı unutmayın. Təşəkkür edirik.